İsrail İran prezidentinin ofisinə hücum etdiyini iddia edib. Bu barədə İsrail Müdafiə Qüvvələri sosial media hesabında bildirib. İsrail Tehranda bir neçə hökumət binasına, o cümlədən İran prezidenti Məsud Pezeşkiyanın iqamətgahına zərbələr endirib. Mərkəzə hücum zamanı prezident iqamətgahına və Ali Milli Təhlükəsizlik Şurasının binasına çoxsaylı silahlar atılıb. Bundan əlavə, rejimin ən yüksək təhlükəsizlik qərar qəbul etmə orqanı yerləşdiyi əraziyə, eləcə də İran zabitlərinin təlim institutuna və digər vacib infrastruktur obyektlərinə hücum edilib deyə bəyanatda deyilir. İrandan Azərbaycana martın 3-də saat 13:00-dan 15:00-a dək daha 116 nəfər təxliyə edilib. Təxliyə edilənlərin 16-sı Azərbaycan, 42-si Çin, 41-i Tacikistan, 7-si Oman, 4-ü Pakistan, 3-ü İran, 3-ü isə Qırğızıstan vətəndaşıdır.